Bunlar vaxtınız xeyir olsun. Biz bu 7-ci coğrafya kitabından bölmə 2.2 zəlzələ necə baş verir mövzusuna izahına baxacağıq. Gəlin vaxt itirmədən mövzuda tanış olaq. Zəlzələ yer qabığında ani vaxtda baş verən təkanlardır. Bu təkanlar yerin daxilində yüksək təzyiq, enerji toplanması nəticəsində yaranır. Zəlzələ zamanı dağıntıların miqyası zəlzələnin gücündən, davam etdiyindən və hiposenterin dərinliyindən asılıdır. Bura qədər biz mətni oxuduq. Gəlin mətni təhlil edək. Baxın, birinci zəlzələnin tərifi bilməliyik. Zəlzələnin tərifi baxın budur. Yəni zəlzələ yer qabığında ani vaxtda baş verən təkanlardır. Bu zəlzələnin tərifidir. Bunu əzbər bilməliyik. Bu təkan zəlzələ bəs necə yaranır? Yerin daxilində yüksək təzyiq, enerji toplanması nəticəsində yaranır. Bu bizim oldu ikinci tərifimiz. Yəni birinci biz zəlzələnin tərifini öyrəndik. İkinci zəlzələnin necə yaranmasını. Daha sonra isə zəlzələnin dağıntısı və miqyası nədən asılı olur? Baxın, bu bizim oldu üçüncü. Zəlzələnin zamanı dağıntıların miqyası zəlzələnin gücündən, baxın, 1 zəlzələnin gücündən, 2 davam etdiyindən, 3 hiposenterin dərinliyindən asılıdır. Bu da oldu bizim zəlzələnin tərifi yaranması, dağıntıların gücün təsiri nədən asılı olduğunu biz burada öyrəndik. Gəlin indi dərsə davam edək. Buranı mən təmizləyim. Zəlzələnin gücü 12 balıq Richter şkalası ilə ölçülür. Gücünə görə zəlzələ aşağıdakı kimi təsnif edilir. Baxın, bu şkalanın adını əzbəri bilməliyik. 12 balıq Richter şkalası ilə ölçülür. Həmçinin bu cədvəldə biz əzbəri bilməliyik. Baxaq, zəif zəlzələlər 1-3 bal arasında olur. Orta güclü zəlzələlər 3-5, dağıdıcı zəlzələlər isə 6-8 bal arasında olur. Katastrofik zəlzələlər isə 9-12 bal arasında olur. Burada artıq görürük ki, yeni bir söz görürük. Katastrofik zəlzələ, yəni 9-12 bal gücü arasında olan zəlzələlərdir. Katastrofik zəlzələlər, yəni 9-12 bal gücündə olan zəlzələlərdə burada əzbər bilməyimiz olacaq şey, zəlzələnin gücü 12 balıq Richter şkalası ilə ölçülür. Daha sonra dərsimizi davam edək. Zəlzələ zamanı yerin titrəyişləri seismik dalğalar adlanır. Yerin daxilində uzuna yayılan dalğalar P, eninə yayılan dalğalar isə S dalğaları adlanır. Yer səthi boyunca dalğalar səth dalğaları adlanır. P və S dalğaları hiposentrdə eyni anda hərəkətə başlayır. P dalğaları tavanın hərəkəti istiqamətində yayılır və sürəti az olur. S dalğaları isə sürəti az, gücü isə P dalğalarından çox olur. Suda S dalğaları yaranmır. Zəlzələ zamanı baş verən dağıntılar səth dalğaları nəticəsindədir. Episentrdən uzaqlaşdıqca dalğaların gücü zəifləyir. Bura qədər oxuduq. İndi gəlin mətni daha yaxın təhlil edək. Dedik ki, seismik dalğalar nədir? Zəlzələ zamanı yer səthinin titrəyişləri seismik dalğalar adlanır. Yerin daxilində uzunluğa yayılan dalğalar P dalğaları, yəni uzunluğa yayılan dalğalar P dalğaları, eninə yayılan dalğalar isə S dalğaları adlanır. Yer səthi boyunca yayılan dalğalar isə səth dalğaları adlanır. Yəni bunu belə izah edeyim. P və S dalğaları yerin daxilində, yəni baxın bu hissədə, səth dalğaları isə baxın bu hissədə yayılır. Daha sonra yer səthi boyunca yayılan dalğalar, yəni burada da qeyd olunur. Yer səthi boyunca yayılan dalğalar səth dalğaları adlanır. Yəni bizim üstündə durduğumuz torpağın üzərində baş verən zəlzələlər səth dalğaları adlanır. Yəni biz səth dalğalarını hiss edirik. P və S dalğaları hiposentrdə eyni anda hərəkətə başlayır. Baxın, burada qeyd olunur. P və S dalğaları eyni anda hiposentrdən hərəkətə başlayır. P dalğaları tavanların istiqaməti hərəkətində yayılır. Yəni uzunluğa yayılır. Və daha sürətli olur. Gücü isə nisbətən zəif olur. S dalğalarının sürəti az, gücü isə nə olur? P dalğalarının nisbətən çox olur. S dalğaları dedik ki, suda yaranmır. Yəni dedik ki, tsunamilər hansı dalğalar nəticəsində yaranır? Deyəcək ki, P dalğaları əsasında yaranır. Yəni tsunamilər S dalğaları əsasında yaranmır. Həmçinin burada qeyd olunur ki, zəlzələ zamanı baş verən dağıntılar nəticəsindədir. Episentrdən uzaqlaşdıqca dalğanın gücü də zəifləyir. Baxın, burada biz şəkildə 2 dənə tərif görürük.
İki tərif görürük. Gəlin baxaq. Birinci baxın hipocenter görürük, ikinci epicenter görürük. Baxın hipocenter zəlzələnin baş verdiyi dərinlikdən ucağıdır. Epicenter isə yer səthində onun yayıldığı necə deyərlər, titrəyişlər desə, yəni yer səthində onun olduğu titrəyişlərdir. Yəni belə desə daha düzgün olar, düşünürəm. Həmçinin burada da baxın, burada da S dalgaları verir. S dalgaları baxın belə yayılır. P dalgaları isə baxın düzünə yayılır. Burada şəkildə qeyd olunub, yəni görünüşlərinə görə belə adlandırırlar. Dərsi oxuduq, indi isə gəl sualları cavablandıraq. Fəaliyyət sualını deyirik ki, birinci tapşırıqda A şəklində təsvir edilən hadisə ilə bağlı sualları cavablandırın. Baxın, bu bizim A şəklimiz. Rəqəmlərlə göstərilmiş tiklərində hansı dağıntılar çoxdur, bunun səbəbi nədir? Baxın, rəqəmlərlə göstərilən tikinlərdə elə birincisi görürük ki, zəlzələ birinci evdə dağıntı çoxdur, dördüncü evdə isə dağıntı azdır. Bunun da səbəbi nədir? Birinci episentrə daha yaxındır, zəlzələ baş verdiyi əraziyə daha yaxındır. Dörd isə zəlzələ, yəni seismik dalğaların daha zəif olduğu ərazilərdədir. Yəni fikir verirsə, bura dördüncü evə çatanda seismik dalğalar zəifləyir. Birinci ev dedik ki, episentrə daha yaxındır, dördüncü ev isə episentrdən daha uzaqdır. B tapşırığına deyir ki, zəlzələ zamanı yer qabında hansı dəyişikliklər yaranmışdır? Baxın, zəlzələ zamanı müxtəlif dəyişikliklər yarana bilər. Tektonik sathlar, çökəkliklər, həmçinin təpələr, dağlar da yarana bilər. Əgər bu şəklə əsasən biz təhlil etsək, görürük ki, burada məhəllədə tektonik sathlar yaranmışdır. Yəni tektonik sathlar və çökəkliklər yaranmışdır. Bu oldu bizim B tapşırığının cavabı. Sonra C-də deyir ki, 5 rəqəmi yerinə bina olsaydı, dağıntılar 2, 3, 1, 2, 3 və 4-də necə fərqlənərdi? Baxın, 5-də bina olsaydı, düz tektonik sathın üzərində yerləşərdi. Bu da binanın yerlə yesan olmasına gətirib çıxara bilərdi. Ən azı 1-də, 2-də, 3-də, 4-də binanın fundamental görünüşü qorunub saxlanılıb. Amma tektonik sath üzərində yerləşdiyi üçün bina tamamilə dağılardı və yararsala düşərdi. Yəni birdən də tanınmaz hala düşərdi. Yəni birinci binadakından da tanınmaz hala düşərdi. Sonra D-yə baxaq. D-dəki tapşırığı yerinə yetirək. Ondan sonra keçərik ikinci tapşırığa. D-də deyir ki, 1, 2, 3 və 4 məntəqələrin zəlzələnin gücü təqribən neçə balıq ola bilər? Biz burada təqribi nəticə deyəcəyik. Siz cədvələ əsasən baxıb təqribi rəqəmlər verəcəksiniz. Məsəl üçün birinci rəqəm ola bilər. Məsəl üçün 7-8 bal gücündə zəlzələ ola bilər. Çünki baxın, fikir versə dağıdıcı zəlzələdir. 7-8 yaza bilərik. Yəni bir rəqəm yaza bilər, amma sizin üçün hansı uyğun olsa onu da yaza bilərik. 7-8. 2-də yaza bilərik. Məsəl üçün orta güclü zəlzələ yaza bilərik. Məsəl üçün 3-5 arası yaza bilərik. 3-də yaza bilərik ki, 3-də də məsəl üçün orta güclüdür. Məsəl üçün yaza bilərik ki, 3-4. Sonda da yaza bilərik ki, zəif zəlzələ, yəni 1-3 bal arası zəlzələ yazmaq mümkündür. Yəni 2 ilə 3 təqribi bir-birinə oxşar deyənə orta güclü zəlzələlər qrupuna aid etmək olar. Sonra baxaq. Bunu təmizləyim. İkinci tapşırıqdır ki, cədvəldə P və S dağları, P və səth dağlarına aid olan xüsusiyyətləri qeyd edin. Baxın, bizə deyir ki, P, S və səth dağlarının oxşarlığını, P və S dağlarının səth dağlarına fərqi, P və S dağlarının fərqini bizdən istəyir. Baxın, oxşar cəhət nə ola bilər? P və səth dağlarının oxşar cəhəti hər ikisi şiddətli zəlzələlər yaradır, tektonik dağıntılar, necə deyirlər, dağıntılar yaradır, yer səthinin relyefi dəyişir. Yəni bu ola bilər. P, S və səth dağlarına aid oxşarlıq ola bilər. P və S dağlarından səth dağlarına fərqi nə ola bilər? P və S dağları yer səthinin daxilində, əsas epicentrin ətrafında yayılır. Lakin səth dağları isə yer səthində yayılır. Yəni yaşadığımız, yəni zəmin üzərində baş verən titrəyişlərdir. P və S dağlarının fərqi, məsəl üçün deyə bilərik ki, P və S dağlarının fərqi nə ola bilər? P dağları məsəl üçün
P-nin sürəti çox, həmçinin litosfer tektonik hərəkətlərin enine formasında yayılır. Lakin uzunluq formasında yayılır. S dalğaları isə sürəti az, dağıtıcı gücü çox olur və enine istiqamətdə yayılır. Yəni dedik ki, P dalğaları uzunluğa, S dalğaları isə eninə yayılan dalğalardır. Dərsində davam edək. Seismik dalğalar okeanlarda sualtı zəlzələlər zamanı nəhəng tsunamilər dalğalar yaradır. Tsunami sahilə çatdıqda sürəti azalır, hündürlüyü isə artır. Sahildə böyük dağıntılar yaradır. Tsunamilərin böyük hissəsi Sakit Okeanda baş verir. Sonra baxaq, 2011-ci ildə Yaponiyada baş verən zəlzələ 8,9 maqnital zəlzələ nəticəsində böyük tsunami yarandı. Yaponiyanın geologiya xidməti ilk təkanın 7,9 olduğunu qeydə alaraq təqribən 1 dəqiqə əvvəl zəlzələdə, yəni 4-6 metr hündürlükdə tsunami dalğalarının gözlənməsi haqqında həyəcan siqnalı verdi. Proqnoz özünü doğrultdu və Sednay limanında hündürlüyü 10 metrə çatan tsunami dalğaları yarandı. İndi gəl mətn daha yaxın təhlil edək və sualları cavablandırarıq. Dedik ki, seismik dalğalar okeanlarda sualtı zəlzələlər zamanı nəhəng tsunamilər dalğaları yaradır. Tsunami sahilə çatdıqda sürəti azalır, hündürlüyü isə artır. Sahildə böyük dağıntılar yaradır. Tsunamilər böyük hissəsi Sakit Okeanda baş verir. Dedik ki, sularda hansı dalğalar yarana bilər, hansı dalğalar yarana bilər, hansı dalğalar yarana bilməz. Sularda dedik ki, P dalğaları yaranır, S dalğaları isə yaranmır. Ona görə dedik ki, tsunami yaradan dalğalar P dalğalarıdır. Və dedik ki, Sakit Okeanda tsunamilərin əksəriyyəti Sakit Okeanda baş verir. Bilirik ki, Sakit Okeanda məşhur odlu qövs yerləşir və bu nəticəsində orada tektonik hərəkətlər öz aktivliyini göstərir. Bu nəticəsində də həmin ərazilərdə şiddətli zəlzələlər və tsunamilər baş verir. Həmçinin burada da maraqlı bir tərif var. Yəni tsunamilər açıq okeanda sürəti tsunamilər açıq okeanda sürəti çox, hündürlüyü az olur. Bu səbəbi açıq okeanın dərinliyi çox olması və maneələrin az olmasıdır. Bu səbəbdən də su rahat hərəkət edə bilir. Lakin sahilə çatdıqca isə dərinlik azalır və sürəti də zəifləyir və sahil sualtı qayalara çırpılaraq, sonra materik dayazlarına çırpılaraq tsunaminin hündürlüyü artır və hündürlüyü 10 metrə qədər çata bilir. Bu nəticəsində də sahildə şiddətli dağıntılara səbəb olur. Daha sonra 2011-ci ildə Yaponiyada baş verən 8,9 maqnital zəlzələ nəticəsində böyük tsunami yarandı. Yaponiyanın geologiya xidməti ilk təkanın 7,9 bal gücündə olduğunu qeyd etdi. Təqribən 1 dəqiqə əvvəlcədən zəlzələnin həyəcan siqnalı verildi və tsunami hündürlüyü 4-6 metr hündürlükdə olması gözlənilirdi. Sednay limanı hündürlüyünə 10 metrə çatan tsunami dalğaları yarandı. Yəni dedik ki, baxın, 1 dəqiqə əvvəlcədən zəlzələnin gücünü 7,9 bal gücünə hesablamışlar, amma zəlzələnin gücü 8,9 bal idi. Zəlzələnin hündürlüyünü 4-6 metr arası olduğunu düşünürlər. Lakin Sednay limanında 10 metrə qədər çatan tsunami dalğaları yarandı. İndi gəlin sualları cavablandıraq. C xəritəsi əsasında sualları cavablandırır. C xəritəsi baxın budur. Zəlzələnin daha güclü olduğu və tez-tez baş verdiyi regionlar, ölkələri müəyyən edin. Bu zəlzələnin əsasən iki məşhur qurşağımız var. Biri Alp-Malay qurşağıdır, digəri isə Sakit Okean odlu qövsüdür. Siz bu xəritədə dünyanın fiziki xəritəsini istifadə edərək, həmçinin siyasi xəritəsini istifadə edərək burada yerləşən ölkələri müəyyən edə və dəftərinizdə qeyd edə bilərsiniz. Daha sonra B-yə baxın, hansı ərazilərdə tsunamilər olma ehtimalı daha böyükdür? Tsunamilər dedik ki, açıq okean sularında yayılır, ən çox Sakit Okeanda yayılır və Sakit Okeanda siz odlu qövsü əvvəlki dərslərdən siz artıq Sakit Okean odlu qövsünü keçmişsiniz və siz yenə dünyanın fiziki xəritəsini istifadə edərək həmin regionları müəyyən edə bilərsiniz. Daha sonra
şeyə baxaq, C-yə baxaq. C-nin səhifə 44-də verilən sosial tavalar əlaqəsini necə izah edərsiniz? Baxın, bu yenə dediyimiz kimi sakit okean odlu qövsünə aiddir. Yəni burada müxtəlif tavalar var idi. Avrasiya tavası var idi, sakit okean, Filippin, daha sonra Şimali Amerika, Cənubi Amerika, Kokos, Naska kimi tavalar mövcud idi ki, həmin tavalar da daimi hərəkət edir və bir-biri ilə toxuşur. Bu nəticəsində də ya toxuşur, ya bir-birinə aralanır. Bu nəticəsində də sahilyanı ərazilərdə güclü zəlzələlər, həmçinin tsunamilər yaranır. Daha sonra D4-ə baxaq. D və Y şəklindəki zəlzələ zamanı Sydney limanında dayanan gəmilər Kapitan Yaponiya Geoloji Xidmətinin tsunami haqqında həyəcan siqnalı alan kimi açıq dənizə çıxmaq haqqında əmr verdi. Kapitan belə əmr verməsi səbəbi nə ola bilərdi? Dərsin başında da biz qeyd etmişdik ki, tsunamilər açıq okeanda gücü zəif olur, sahilə yaxınlaşdıqca gücü artır. Bunun da səbəbi açıq okeanda suyun dərinliyi çox olması və maneələrin az olmasıdır ki, burada su sürətli hərəkət edir, lakin hündürlüyü az olur. Lakin sahilə çatdıqda dərinliyi azalır və maneələr çoxalır. Bu nəticəsində də dalğanın şiddəti artır və şiddətli fəlakətlərə yol açır. Sonra 5-ə bax. Eler-Venn diaqramında Sydney və Kobe zəlzələlərini müqayisə edin. Sydney zəlzələsi və Kobe zəlzələsi. Siz bunu Yaponiya dərsində Kobe zəlzələsi haqqında məlumat almışdınız. Əvvəlki dərsləri yada sala bilərsiniz istəsəniz. İndi gəlin müqayisə edək. Sydney zəlzələsinə oxşar xüsusiyyət. Sydney zəlzələsi okeanda baş vermişdi və epicentrin dərinliyi bir dəqiqə, hipocentrin dərinliyi, üzr istəyirəm. Hipocentrin dərinliyi okeanda yerləşmişdi. Lakin Kobe zəlzələsinin hipocentri isə quruda, yəni kontinent tipli yer qalxığında yerləşdiyi üçün fərqi bu idi. Oxşar cəhəti isə hərəkətsiz, şiddətli və dağıdıcı zəlzələlər yaratmışdır. Dərsimiz bu qədər. Videonuz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşəndə hələlik.